Cyber komandasının növbəti podkast buraxılışından hər birinizi salamlayırıq. Bugünkü qonağımız ADA Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ üzrə fəlsəfə doktoru, dosent, Cinayət hüququ üzrə ekspert professor Kəmalə xanım Nəzərovadır. Kəmalə xanım, təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Birinci sualdan başlayaq. Müasir dövrdə rəqəmsal aləmdə phishing hücumları internet fırıldaqçılığının ən yayılmış növlərindən biridir. Biz phishing hücumu dedikdə nə başa düşülür? Phishing nədir? Demək, yaşadığımız real rəqəmsal dünyada phishing hücumlarından heç bir şəxs sığortalanmayıb. Bəs phishing hücumları dedikdə nə başa düşülür? Phishing nədir? Qeyd etmək lazımdır ki, phishing hücumları zamanı, məsələn, phishing bizi aldadaraq, bizə məxsus şəxsi və konfidensial məlumatlarımızı, digər məxfi, belə deyək, informasiyalarımızı könüllü şəkildə təqdim etməyimizə nail olan bir kiberhücum növüdür. Ümumiyyətlə, kiber dələduzluğun xüsusi növü olaraq phishing hücumları çox geniş yayılmış və hətta deyərdim ki, mürəkkəbliyi ilə seçilən çox təhlükəli bir mütəşəkkil cinayətkarlığın növüdür. Təsəvvür edin, sizə hacker, yəni kiber dələduz, e-mail vasitəsilə hər hansı bir saxta, yanlış, təhlükəli link və ya əlavə göndərir. Bu, məsələn, müxtəlif banklardan ola bilər, tanınmış mağaza brendlərindən ola bilər, hətta bəzi hallarda dövlət qurumlarının və ya digər, ola bilsin ki, rəsmi, real təşkilatların adına bənzər hər hansı bir elektron məktub göndərə bilər. Məsələn, burada hər hansı bir kartların və ya bankların hesablarınızı bloklanması ilə bağlı sizə söylənilir ki, sizin kartınızın hesabları və ya deyək ki, bankın hesabınızı bloklayıblar və ya deyə bilərlər ki, hər hansı bir tanınmış brend mağazalarında hər hansı bir məhsula deyək ki, endirim edilib və ya vakansiya var və s. elektron məktublar daxil ola bilər. Və siz həmin sizə daxil olunmuş bax bu saxta, yanlış, təhlükəli veb saytlardan bax linklərdir, əlavələrdir, deyək ki, elektron məktublardır. Onlara daxil olaraq, yəni məsələn linkləri klinkləyərək və ya hər hansı bir məktublara, elektron məktublara, deyək ki, əlavələrə daxil olaraq artıq sizə daxil olan o saxta veb saytlara siz daxil olmuş olursunuz və beləliklə sizə məxsus olan şəxsi və konfidensial məlumatlarınızı və digər məxfi informasiyalarınızı özünüz, hətta belə deyək də, könüllü şəkildə hakerlərə, kiber dələduzlara təqdim etmiş olursunuz. Mən qısa phishing hücumları nə deməkdir? Bax, bunu sizə izah etdim. Çox sağ olun. Növbəti sualımıza keçək. Kiber dələduzluq hansı vasitələrlə həyata keçirilə bilər? Demək, öncədən də biz bunu dedik ki, phishing hücumları kiber dələduzluğun xüsusi bir növüdür. Amma belə geniş götürsək, kiber dələduzluq kiber cinayətkarlığın bir xüsusi növüdür. Təbiidir ki, kiber dələduzluq müxtəlif vasitələrlə həyata keçirilə bilər. Məsələn, elektron poçt phishingi deyilən bir növü var, e-mail vasitəsilə. Biz hər hansı bir saxta, yanlış linklər, əlavələr, deyək ki, elektron məktublar göndərmək vasitəsilə phishing növünə rast gələ bilərik. Ola bilər SMS phishing növü olsun, mobil telefona gələn hər hansı bir saxta, yanlış SMS-lər, mesajlar vasitəsilə həyata keçirilsin. Son dövrdə bilirsiniz ki, süni intellekt, yəni süni zəka, AI geniş yayılmışdır, yəni getdikcə sürətlənir və bununla da bağlı biz artıq yeni demək olar ki, phishing növlərinə rast gəlirik. Məsələn, voice və ya face phishing növləridir ki, hansı ki, səsi dəyişdirmək proqramı vasitəsilə və ya səsi dəyişdirən proqramlar vasitəsilə və ya ola bilər ki, face-i təqdim etməklə bax, belə bir phishing növlərindən geniş istifadə edilir hakerlər, kiber dələduz tərəfindən. Ola bilər ki, sosial media hücumları geniş yayılıbdır, bəli, bu da elə saxta, yanlış, məsələn, SMS-lərdir, mesajlardır, linklərdir, yenə də elektron məktublardır, əlavələrdir, bax, bunun vasitəsilə həyata keçirilə bilər. Saxta veb saytların yaradılması, bu da çox geniş yayılıbdır, çünki biz bilirik ki, artıq saxta, yanlış veb saytların yaradılması ilə bizdən nə tələb olunur? Bizə məxsus yenə də şəxsi sosial konkret şəbəkədə sonradan istifadə etmək üçün bizdən tələb olunur ki, elə bir ki, biz öz şəxsi konfidensial məlumatlarımızı və digər məxfi informasiyalarımızı, məsələn, şifrələrimiz ola bilər, daha geniş desək, bankların elə bir ki, kartlarının hesabları ola bilər, bəzi hallarda 3 rəqəmli, məsələn, bank kartımızda olan CVC kodumu istəyə bilərlər bizdən və ya ola bilər ki, bir dəfəlik, məsələn, banklar vasitəsilə bizə gələn bəzi hallarda hətta deyirik ki,
kodlar ola bilər, OTP-ni bizdən tələb edə bilərlər və həmin o saxta, necə dedim sizə öncədən, bax belə veb saytlara bizdən loqinimizi, parolumuzu təqdim etmək, istəmək belə bir tələbi ola bilər. Biz də təbii ki, könüllü şəkildə veririk, amma sonradan anlayırıq ki, biz artıq aldanılmışıq. Və belə bir növü də ola bilər, çox da geniş yayılıb, spear phishing növüdür, hansı ki biz artıq konkret bir fərdi, bir şəxsi hədəfə alaraq və ya bank əməkdaşını hədəfə alaraq bəzi hallarda görürük ki, həmin o xüsusi fərdi phishing növündən də dələduzlar, yəni kiber dələduzlar daha dəqiq desək, hakerlər çox geniş istifadə edirlər. Cavabınızda süni intellekti qeyd etdiniz. Ona görə də süni intellektlə bağlı sualımıza keçmək istəyirəm. Süni intellektlə bağlı cinayət məsuliyyətinin xüsusiyyətləri nələrdir? Süni intellektlə bağlı belə deyəcəm, son zamanlar bilirsiniz ki, süni intellektin, yəni dedim, süni zəkanın, AI-ın bir növ getdikcə sürətlənməsini görürük. Hətta bu məsələ bizim Azərbaycan Respublikası, yəni nəzdində, səviyyəsində, hətta məsələn Azərbaycan Respublikasının prezidentinin sərəncamı da vardır. Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellektin strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı vardır. Bu sərəncamda da məhz elə süni intellektin geniş tətbiqi, geniş inkişafı və təkmilləşməsi məsələsi öz əksini tapmışdır. Hətta məhz elə bax bu sərəncamda biz görürük ki, yüksək ixtisaslı, peşəkar, kadr potensialının gücləndirilməsi məsələsi də aktuallaşmışdır. Bu sahədə məhz kiberdələduzluq kimi cinayətkarlıq sahəsində görürük ki, belə bir məsələ də öz əksini tapmışdır sərəncamda. Amma biz süni intellekt deyəndə, süni zəka deyək ki, AI deyəndə bizə dərhal elə cinayət məsuliyyəti məsələləri yadımıza düşməlidir. Çünki biz cinayət hüquq aspektlər nəzərində bu məsələlərə hüquqi qiymət vermək istəyirik. Ümumiyyətlə süni zəka, süni intellekt, AI deyək ki, cinayətin subyekti qismində tanına bilər, yoxsa tanına bilməz. İlk öncə onu deyim ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə uyğun olaraq bilirsiniz ki, cinayətin subyekti yalnız fiziki, anlaqlı, müəyyən yaş həddinə çatmış şəxs ola bilər. Bu da təbii ki, düzgündür. Yanaşmanı biz düzgün hesab edirik. Niyə? Çünki cinayət məsuliyyətinin fərdi şəxsi xarakter daşıması məsələsi var. Bir də təqsirə görə məsuliyyət prinsipi vardır ki, biz də təqsiri hər zaman bir fərdin, bir şəxsin beynində formalaşan bir psixi münasibət kimi qiymətləndiririk. Həm əmələ münasibətdə, həm də əməldən yaranan nəticələrə münasibətdə. Hətta dəfələrlə bunları tələbələrə də izah edirik ki, hüquqi şəxslər belə cinayətin subyekti qismində tanına bilməz müstəqil şəkildə. Düzdür, bizim Cinayət Məcəlləmizin 15-2-ci fəslində hüquqi şəxslərlə bağlı cinayət məsuliyyəti məsələsi təsbit edilmişdir. Amma biz onu da bilirik ki, heç bir halda hüquqi şəxslər müstəqil cinayətin subyekti qismində tanına bilməz. Çünki yenə də həmin o hüquqi şəxsi bir növ təmsil etmək, onun adından hər hansı bir qərarlar qəbul etmək, onun fəaliyyətinə bir növ belə deyək, nəzarət etmək, onun xeyrinə, onun maraqlarını qoruması üçün yenə də bir növ fiziki şəxs və ya fiziki şəxslər cinayət məsuliyyətinin subyekti qismində tanına bilər. Çünki o fiziki şəxslərə biz cəza təyin edirik. Cəza da bilirsiniz ki, hüquqi nəticə olaraq məhkumluq yaradır. Amma hüquqi şəxslərə münasibətdə sırf cinayət hüququ tədbirlərin tətbiq edilməsi öz əksini tapa bilər. Burada cərimə ola bilər, burada xüsusi müsadirə ola bilər, burada hüquqi şəxslərin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi ola bilər və hətta hüquqi şəxsin ləğvi ola bilər. O ki qaldı süni zəka, süni intellekt, AI-ın cinayət məsuliyyəti məsələləri. Biz düşünürük ki, həmin o süni intellektin məsuliyyəti yenə də fiziki şəxs, hansı ki həmin o süni intellekti yaradıb, hansı ki onu istehsal edib, onu bir növ istifadə edir, onun sahibinə çevrilibdir. O şəxsin məsuliyyəti ola bilər. Sırf hansı ki fiziki şəxs, bax bu süni intellekti, süni zəkanı, AI-i bir növ nə kimi qiymətləndirə bilər? Bir növ burada biz deyirik alət kimi qiymətləndirə bilər öz əllərində, amma birbaşa bilavasitə subyekt olaraq məhz özü tanına bilər. Çünki Azərbaycan Respublikası Cinayət qanunvericiliyinin 32.2-ci maddəsində də qanunverici yazır ki, icraçılıq institutuna anlayış verərkən deyir kimdir icraçı, cinayətin icraçısı. Orada yazır ki, o şəxs ki, birbaşa bilavasitə cinayətin obyektiv cəhətini icra edən şəxsdir. O şəxs ki, ola bilsin ki, digər şəxslərlə bilavasitə cinayətin törədilməsində iştirak edən şəxsdir. O şəxs ki, deyir, Azərbaycan Respublikası Cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda təbiidir ki, cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə edərək, məsələn, anlaqsız olan şəxs ola bilər, az yaşlı ola bilər, hər hansı bir fiziki şəxs anlaqsız olan şəxsdən, az yaşlıdan istifadə edə bilər və cinayət əməlini törədə bilər.
O zaman da biz elə süni intellekti, süni zəkanı AI-yi məhz elə alət kimi, dediyim kimi, məsuliyyətə cəlb edilməsinin sırf fiziki şəxsə yönəldirik. Fiziki şəxs hansı ki, bax bu süni intellekti, süni zəkanı AI istifadə edib öz əllərində alət kimi, onun da şəxsi, fərdi məsuliyyəti müəyyən edilməlidir. Çox sağ olun. Phishing hücumlarının, yəni kiber dələduzların məqsədi nədir? Aydın məsələdir ki, öncədən də mən bunu dedim. Dedim ki, phishing hücumlarının bir növ xüsusi bir növü olaraq kiber dələduzluq hər zaman deyirik. Kiber dələduzluq da dedik ki, kiber cinayətkarlığın xüsusi bir növüdür. Məqsəd nə ola bilər? Məqsəd ola bilər ki, həmin hakerlər, necə biz dedik, kiber dələduzlar bizə məxsus, şəxsi konfidensial məlumatlarımızı bizə məxsus deyək ki, məxfi hər hansı bir informasiyalarımızı əldə etmək məqsədi ilə, indi sadaladım, bu şifrələr ola bilər, bu kodlar ola bilər, bu bizə məxsus olan təbii ki, kart hesabımızın nömrəsi ola bilər, bizə məxsus yenə də kart hesabında olan 3 rəqəmli, dedim, CVC kodumuz ola bilər, login parolarımız ola bilər. Bu bizə bir dəfəlik bank tərəfindən göndərilmiş, dedik, kodlar ola bilər. Məsələn, deyirik, OTP-miz ola bilər. Bunları biz təqdim etmək konkret məcburiyyətində qalırıq, çünki aldanılmış bir vəziyyətə düşürük. Özümüz könüllü təqdim edirik və onların da isə məqsədi nə ola bilər? Həmin o kiber dələduzların, həmin hakerlərin bizdəki olan, bəli, o şəxsi konfidensial məlumatları, digər məxfi deyək ki, informasiyaları əldə etməklə pul vəsaitlərini neynəsinlər? Maddi qazanc olaraq əldə edə bilsinlər. Yəni sırf maddi qazanc əldə etmək məqsədi ola bilər ki, pul vəsaitlərini əldə edə bilsinlər. Hətta o məlumatları bizdən aldığı halda da onlar məlumatları nə üçün bizdən alırlar ki, məhz elə maddi qazanc belə deyək də əldə edə bilsinlər. Yəni pul vəsaitlərini əldə edə bilsinlər. Növbəti sualımız belədir. Qüvvədə olan cinayət qanunvericiliyində kiber dələduzluq əməllərinə görə cinayət məsuliyyəti məsələləri necə müəyyən edilir? Təbii ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyində bu məsələ xüsusi, belə deyək də, yer alıbdır. Bu yerdə mən bir neçə, təbii ki, aktlara istinad etmək istəyirəm. Məsələn, 23 noyabr 2001-ci il tarixli belə bizim Budapeşt konvensiyamız vardır. Budapeşt konvensiyamız, hansı ki, məhz elə 23 noyabr 2001-ci ildə Avropa Şurası tərəfindən qəbul edilmişdir Budapeşt konvensiyası. Hətta o həmin konvensiyanın 2 əlavə protokolu da vardır. Azərbaycan Respublikası da məhz 30 sentyabr 2009-cu il tarixli qanunla həmin o konvensiya, Budapeşt konvensiyasına qoşulubdur, ratifikasiya edibdir. Həmin konvensiyanın özündə də bir mənalı olaraq kiber cinayətkarlığın məhz xüsusilə təhlükəli olan mütəşəkkil cinayətkar növü olaraq transmilli xarakter daşımasını demək olar ki, vurğulanmışdır və orada nə göstərmişdir? Göstərmişdir ki, hər bir dövlətin milli qanunvericilik səviyyəsində məhz kiber dələduzluq cinayət tərkibləri ilə və geniş mənada götürsək, kiber cinayətkarlıq cinayət tərkibləri ilə cinayət hüququ mübarizəsi olmalıdır. Yəni biz belə deyək də, həmin o kiber dələduzluq, kiber cinayətkarlıqla səmərəli, effektiv tədbirlər həyata keçirmək yolu ilə cinayət hüququ mübarizəni aparmalıyıq. Və onlar da bir çox maddələri orada göstərirlər ki, hər bir dövlət öz milli qanunvericiliyində bu normaları daxil edib və cinayət məsuliyyəti müəyyən etməlidir. Onlardan biri də deyir ki, informasiya texnologiyalarından geniş istifadə etməklə dələduzluq. Və deyir ki, hər bir dövlət, bəli, öz cinayət qanunvericiliyində mütləq belə bir qanuni tədbirlər həyata keçirməlidir ki, cinayət tərkiblərini məcəllərinə daxil etsinlər ki, cinayət məsuliyyəti yaransın. Bəli, hal-hazırda bizim cinayət qanunvericiliyimizin 178-ci maddəsi mövcuddur, hansı ki, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə dələduzluq cinayət əməlini özündə əks etdirir, yəni özündə ehtiva edir və dələduzluğun da təbii ki, vurulmuş olan əmlak maddi ziyanının miqdarına uyğun olaraq biz burada xeyli miqdarda da, külli miqdarda da, hətta xüsusilə külli miqdarda da həmin əmlak ziyanının vurulmasına münasibətdə cinayət məsuliyyətini diferensiasiya etmişik. Yəni ali qanunverici orqan cinayət məsuliyyətini də diferensiasiya edib, cəzanı da diferensiasiya edib və bu da hal-hazırda qüvvədə olan cinayət qanunvericilikdə 178.2.4-də xeyli miqdar, 178.3.2-də külli miqdar, 178.4-də hətta xüsusilə külli miqdarda formalaşmışdır belə bir məsuliyyət.
düşünürük ki, belə bir ümumi normamız var. Amma çox təəssüflər olsun ki, bizim xüsusi normalarımıza da ehtiyac vardır ki, birbaşa bilavasitə cinayət məcəlləmizdə təsbit edilsin. Mən elə az öncə vurğuladım ki, Budapeşt Konvensiyasının elə tələblərinə uyğun olaraq informasiya texnologiyalarından istifadə etməklə dələduzluq xüsusi norması, yəni bizim cinayət məcəlləmizdə təsbit edilməmişdir və biz düşünürük ki, belə bir dələduzluğun xüsusi norması olaraq təsbit edilsə, çox məqsədə müvafiq məqsədə uyğun sayılar. Hətta digər xüsusi normasını da demək istəyirəm. Məsələn, elektron ödəniş vasitələrindən istifadə etməklə dələduzluq. Yəni bax bu iki xüsusi norma cinayət məcəlləmizə daxil edilsə, siz də çox gözəl bilirsiniz ki, ümumi və xüsusi normanın rəqabəti olduğu halda biz hər zaman xüsusi normanın xeyrinə tövsifimizi aparırıq. Bu da elə Azərbaycan Respublikası Cinayət Məcəlləmizin 17.4-cü maddəsində təsbit edilib. Düşünürük ki, belə olan hallarda 178-ci maddə ilə deyil, sırf bax bu maddələrlə tövsifimizi apara bilərik. Yəni təkrar edəcəm, informasiya texnologiyalarından istifadə etməklə dələduzluq, bir də bəzi hallarda görürsünüz ki, kartların təbii ki, kart hesablarından istifadə edilərək belə bir kiberdələduzluğa yer verilir. O zaman da düşünürəm ki, elektron ödəniş vasitələrindən istifadə etməklə dələduzluq kimi xüsusi normalar cinayət məcəlləmizdə birbaşa bilavasitə təsbit edilməlidir. Amma bununla yanaşı bilirsiniz ki, texnika ilə bağlı cinayət hüquq normaları da mövcuddur. Məsələn, cinayət məcəlləmizin 30-cu fəsli kiber cinayətkarlıq adı altında orada müstəqil şəkildə 5 normaları təsbit etmişdir. 271, 272, 273, 273-1 və 273-2-ci maddələr. Məsələn, nədən bəhs edir orada? Kompüter sisteminə qanunsuz daxil olma, kompüter məlumatlarını qanunsuz ələ keçirmə, kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə etmə, kiber cinayətlər törətmək məqsədi ilə hazırlanmış vasitələrdən bir növ istifadə etmə və onların dövriyyəsi ilə bağlı, hazırlanmış deyək ki, vasitələrin dövriyyəsi ilə bağlı və sırf bizim kiberdələduzluq cinayət əməlindən danışırıqsa, orada bir maraqlı bir norma təsbit edilmişdir bizim cinayət məcəlləmizdə 273-2-ci maddə ilə bağlı yazır kompüter məlumatlarının saxtalaşdırılması. Yəni saxtalaşdırılmış artıq kompüter məlumatlarının autentiklik, həqiqilik, belə deyək də, kompüter məlumatı olaraq biz onları həqiqi elə bil ki, autentik kompüter məlumatları kimi qələmə vermək istəyirik. Onlardan istifadə etmək məqsədlə bunlardan istifadə edirik və təbii ki, burada müvafiq hüquq pozularaq, qanun pozularaq biz qəsdən həmin kompüter məlumatlarının ola bilsin ki, qəsdən daxil edilməsində, qəsdən deyək ki, dəyişdirilməsində, silinməsində, hətta bloklanmasında belə əlamətləri həyata keçiririk. Yəni əlamətlərdən də cinayət tərkibinin əlamətlərindən bəhs edirik. Nə vaxt ki, bu kompüter məlumatlarının autentikliyinin, həqiqiliyinin belə deyək də pozulmasına səbəb olacaqdır. Çünki ilkin kompüter məlumatları artıq dəyişikliklərə məruz qalıb. Biz onların autentikliyinin, həqiqiliyinin pozulmasına səbəb olaraq, amma saxtalaşdırılmış şəkildə istifadə edirik. Yəni bax belə bir hallar ola bilər cinayət məcəlləmizdə. Bax bu həm ümumi norma ilə bağlı dedim sizə, həm də xüsusi normalarla, texnika ilə bağlı olan normalarla biz cinayətlərin məcmusu üzrə tövsifimizi aparıb və hüquqi qiymət veririk. Kiberdələduzluğa qarşı strategiya hansı tədbirlərin həyata keçirilməsində öz əksini tapa bilər? Demək, kiber cinayətkarlığa qarşı strategiya, belə deyək də, biz nədənsə düşünürük ki, hər zaman elə bir ki, kiberdələduzluğa münasibətdə, kiber cinayətkarlıqla bağlı olan əməllərə münasibətdə yalnız texniki müdafiə vasitələrindən istifadə etməliyik. Yalnız elə texniki müdafiə, belə deyək də, vasitələrinə güvənməliyik. Məsələn, dəfələrlə olubdur ki, indinin özündə də hal-hazırda biz görürük ki, konkret olaraq elektron poçtdakı olan məlumatlara münasibətdə elektron poçt filtrasiya sistemlərindən çox vaxt istifadə edirik. Bu da təbii ki, düzgündür. Məsələn, antivirus proqramlarından çox vaxt istifadə edirik. Bu da düzgündür. Təbii ki, firewalllardan çox vaxt istifadə edirik. Bunlar da çox düzgün bir texnologiya, təbii ki, vasitələridir. Amma biz unutmamalıyıq ki, bax, sadaladığım olan filtrasiya sistemləri, elektron poçtdakı firewalllar və antivirus proqramları, bunlar və digər bunun kimi texnologiyalar çox vacib olsa da, amma insan faktoru hər zaman həmişə bilirik ki, bir növ hədəfdədir.
Ona görə də düşünürük ki, bu nöqteyi nəzərdən məhz elə phishing hücumlarına qarşı strategiyamız tək texniki müdafiə vasitələrinin istifadə edilməsində öz əksini tapmamalıdır. Biz başa düşürük ki, burada hələ də bizim cəmiyyət üzvlərimizin maarifləndirilməsi məsələsi çox mühüm əhəmiyyət kəsb edən bir məsələlərdən biridir. Çünki maarifləndirici tədbirlər sistemini daha geniş aparsaq, yəni əhalimizi maarifləndirsək, bu da çox mühüm əhəmiyyət kəsb edən bir cinayətkarlığa qarşı, daha dəqiq desək, elə phishing hücumlarına qarşı olan strategiyanın bir növü kimi qiymətləndirilə bilər. Məsələn, naməlum, belə deyək də, şübhəli hər hansı bir linklərə, hər hansı bir əlavələrə, elektron məktublara, mobil telefon vasitəsilə gələn SMS-lərə, mesajlara biz belə deyək də, onları klikləməyək, onlara daxil olmayaq. Deyək ki, biz həmin o bizə məxsus olan şəxsi konfidensial məlumatlarımızı və digər deyək ki, məxfi informasiyalarımızı heç kimə etibar edib, hətta e-mail vasitəsilə heç kimə göndərməyək. Heç bir saxta deyək ki, yanlış bir veb saytlara bunları daxil etməyək. Yəni bizdən tələb edilən o şifrələrimizi, login parollarımızı daxil etməyək. Bununla yanaşı düşünürəm ki, başqa bir üsullardan da istifadə etmək olar. Məsələn, düşünürəm ki, fikrimizcə burada 2 mərhələli identifikasiyanı tətbiq etmək olar geniş şəkildə. Məsələn, əgər bizim artıq bizə məxsus olan şəxsi və konfidensial məlumatlarımız və belə deyək də, məxfi olan informasiyalarımız artıq hakerin, kiberdələduzun əlinə keçibsə, dərhal ikinci təsdiq mərhələsi olmadan sistemə giriş mümkün olmasın. Bunu da nəyin hesabını edə bilərik? Məhz dedim az öncə 2 mərhələli bir növ identifikasiyanı tətbiq etməklə buna nail ola bilərik. Bununla yanaşı bir məsləhət də təbii ki, verə bilərik ki, əgər bizə məxsus olan, bəli, şəxsi konfidensial məlumatlarımız və digər məxfi informasiyalarımız artıq haker tərəfindən, kiberdələduz tərəfindən əlinə keçirilibsə, yəni əlinə keçibsə artıq, o artıq əldə edibsə, o zaman dərhal düşünürəm ki, belə olan hallarda biz kart hesablarımızı, bank hesablarımızı bloklamalıyıq və dərhal öz login parollarımızı dəyişməliyik. Düşünürəm ki, belə bir vasitələrdən geniş istifadə etsək, phishingə qarşı, məhz kiberdələduzluğa qarşı ümumiyyətlə belə götürsək böyük əhəmiyyət kəsb edən bizim üçün hal-hazırda reallıqla uyğunlaşan, bəli, kiber cinayətkarlığa qarşı strategiyanı formalaşdırmaq olar. Kiberdələduzluq əməllərinin transsərhədliliyi hansı çətinliklər yaradır? Bəli, bu məsələ təbii ki, çox aktual olaraq qalır. Yenə də təkrar edəcəm ki, phishing hücumları bir növ kiberdələduzluğun xüsusi olaraq, kiberdələduzluq da geniş mənada kiber cinayətkarlığın bir xüsusi növüdür. Təsəvvür edin ki, kiber cinayətkarlıq, bəli, son dərəcədə düşünürəm ki, təhlükəli olan mütəşəkkil cinayətkarlığın bir növüdür və belə bir növü olaraq da məhz transferli xarakter daşıyır. Tamamilə düzgün olaraq vurğuladınız, transferli xarakter daşıyır. Çünki biz dəfələrlə görürük ki, informasiya texnologiyalarının və telekommunikasiya şəbəkələrinin qloballığı və belə deyək də transsərhədliyi elə bir mənzərə yaradır ki, elə bir şərait yaradır ki, ola bilsin ki, cinayətkar bir məkanda, bir ölkədə öz fəaliyyətini həyata keçirsin, cinayətkar fəaliyyətindən gedir söhbət təbii ki. Cinayət əməli bir ictimai təhlükəli əməl olaraq başqa bir məkanda, başqa bir ölkədə öz əksini tapsın və həmin əməlin cinayət hüququ nəticələri ictimai təhlükəyə nəticə olaraq tam başqa bir ölkədə, tam başqa bir məkanda öz əksini tapa bilsin. Bu da nədən irəli gəlir? Bu da ondan irəli gəlir ki, bu sahədə təbii ki, biz məhz beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində bu məsələləri həyata keçirə bilirik. Yəni bu cinayət əməllərinin xüsusi belə deyək də mürəkkəbliyi onda ifadə olunur ki, geniş məkanda öz əksini tapa bilər, yəni kontinent baxımından, amma müxtəlif təbii ki, dövlətlərin bəs beynəlxalq hüquqi əməkdaşlığı çərçivəsində bu növ cinayətlərlə biz cinayət hüququ mübarizəmizi apara bilərik. Kiberdələduzluq əməllərinin rəsmi qeydiyyat məsələləri haqqında nə demək olar? Bəli, rəsmi qeydiyyat da məhz elə dediyim bu məsələlərdən də irəli gəlir. Çox təəssüflər olsun ki, biz bu növ cinayətlərin yüksək latentliyə malik olmasını görürük hər zaman. Məhz təcrübə göstərir ki, bəli, bu növ cinayətlərin azalması deyil, getdikcə artması, yəni çoxalması müşahidə edilir, yəni müəyyən edilir və bu nöqteyi nəzərdən də hətta biz təsəvvür edin ki, indi rəsmi statistika kifayət qədər
dəqiq olmasa da, nə mənada olmasa, təbii ki, kiber cinayətkarlıqla bağlı olan, o informasiya texnologiyalarından istifadə edilməsi ilə bağlı olan mən 30-cu fəsli nəzərdə tuturam. Orada bəli, geniş indi rəsmi statistika ola bilər. Amma sırf kiber dələduzluqla bağlı olan əməllərdə çox vaxt latent gizli xarakter daşıyır. Niyə? Çünki elmi nəzəri baxımdan biz buna baxsaq, hardasa 15% bu cinayətlər deyək qeydiyyata alınsa da, onların 85%-i qeydiyyata düşmür, çox təəssüflər olsun ki, və bu da elə rəsmi qeydiyyat arasında və real faktiki vəziyyət arasında olan çox böyük fərqin olmasına gətirib çıxarır. Bu da nədə ifadə oluna bilər? Bu da onda ifadə oluna bilər ki, hakerlər, kiberdələduzlar, yəni kiberdələduzluq cinayət əməlini törədərkən öz cinayətkar fəaliyyətinin daha da geniş şəkildə davam etdirməsində öz əksini tapır. Yəni daha da genişlənir bu növ cinayətlərin törədilməsi, çünki onlar məhz bu cinayətlərin latent gizli xarakter daşımasından irəli gələn məsələ ilə bağlı, bəli, geniş fəaliyyətini, belə deyək də, daha da fəallaşdırırlar. Burada təbiidir ki, həmin bu cinayətlərin latent gizli xarakter daşımasının müxtəlif səbəbləri vardır. Obyektiv və subyektiv səbəblər ola bilər. Məsələn, mən az öncə də vurğuladım, həmin bu kiberdələduzluqla bağlı olan cinayətlərin hüquq mühafizə orqanları tərəfindən dərhal aşkar edilməməsi məsələsi ola bilər. Təbii ki, kifayət qədər zaman keçəndə bunu müəyyən etmək çətinlik olsa da, amma dərhal aşkar edilsə daha məqsədə müvafiq sayıla bilər. Bəzən biz görürük ki, hətta zərərçəkmiş şəxslərin, bax az öncə vurğuladım, məlumatsızlığı ola bilər. Çünki onları bu sahədə maarifləndirməsi hələ aktual olaraq qalmaqdadır. Çox təəssüflər olsun ki, zərərçəkmiş şəxslər bəzi hallarda özlərini bir növ zərərçəkmiş şəxs statusunda tanımırlar ki, özlərindən də soruşanda deyir ki, mən başa düşə bilmədim ki, mən bu əməldə bir zərərçəkmiş şəxs qismindəyəm ki, müraciət edim hüquq mühafizə orqanlarına. Ya ümumiyyətlə müraciət etmirlər zərərçəkmiş şəxslər, ya da müraciət edirlər, amma sırf gec müraciət edirlər və bu gec müraciət etmə də müəyyən istintaq hərəkətlərinin dərhal aparılmasına müəyyən çətinliklər, deyək ki, mürəkkəbliklər gətirib çıxarır. O zaman da bəli, çox təəssüflər olsun ki, bu cinayətlərin yüksək latentliyə, yüksək belə deyək də, gizli xarakter daşımasının məhz vurğulayaraq biz nə demək istəyirik? Demək istəyirik ki, bu sahədə də dərhal aşkar edilməsi məsələsi, dərhal zərərçəkmiş şəxslər bizə, hüquq mühafizə orqanlarına deyək ki, müraciət etsəydilər və etmələri təbii ki, tələb olunan hallarda bu cinayətlərin isti izlərlə deyək ki, açılması mümkün ola bilər. Suallarımız bitdi. Sizin də qeyd etdiyiniz kimi məlumatsızlıq ən böyük problemdir və biz bu problemi həll etmək üçün insanları maarifləndirməyə çalışırıq. Vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Mən burada bir məsələ də toxunmaq istəyirəm. Mən beynəlxalq əməkdaşlıqdan danışdım. Siz də fikir verdiniz ki, beynəlxalq əməkdaşlıq bu sahədə çox geniş təbii ki, bizim üçün əhəmiyyət kəsb edən məsələlərdən biridir. Təsəvvür edin ki, cinayət hadisəsi baş veribdir. Cinayət hadisəsi baş veribdir. Eyni anda elə hüquq mühafizə orqanları cinayət işini başladırlar və biz istintaq hərəkətlərini həyata keçirmək istəyirik və bunu da həyata keçiririk. Amma nə baş verir? Bəzi hallarda görürük ki, cinayətkar öz əməlini tək Azərbaycan Respublikası ərazisinə uyğun olaraq cinayət qanunverici ilə deyil, başqa bir xarici dövlətin cinayət qanunvericiliyinə uyğun olaraq bu əməlin törədilməsi faktı var. Çünki biz dedik, transmilli xarakter daşıyır. Bu zaman biz aydın məsələdir ki, beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində bu məsələlərin konkret olaraq digər ölkələrin də elə hüquq mühafizə orqanları ilə, elə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları ilə bir yerdə o araşdırmaları, o istintaq hərəkətlərinin həyata keçirilməsini düzgün hesab edirik. Bu məsələ ilə bağlı hətta bizim Budapeşt konvensiyasını az öncə vurğuladım. Siz də bilirsiniz ki, Budapeşt konvensiyasının həm birinci, həm də ikinci əlavə protokolların tələblərinə uyğun olaraq biz qarşılıqlı hüquqi yardım prosedurlarını genişləndirə bilərik. Təbiidir ki, biz konkret olaraq elektron sübutların toplanması istiqamətində hətta az öncə də vurğuladım, Budapeşt konvensiyasının birinci və ikinci əlavə protokolların tələblərinə uyğun olaraq hər bir dövlətdə 7/24 belə deyək də əlaqə şəbəkəsi fəaliyyət göstərir. Məsələn, Azərbaycan Respublikasında da bu əlaqə şəbəkəsi vardır. Məsələn, 7/24 əlaqə şəbəkəsi üzrə Azərbaycan Respublikasında məsul dövlət qurumu məhz Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi xidmətidir və 7/24 bizə nə imkan verir konkret olaraq bu elektron
hətta belə deyək də, əlaqə şəbəkəsindən istifadə etmək bizə belə bir imkan verir ki, məsələn, biz elə düşünürük ki, bəzilərimiz təbii ki, belə bir düşüncəyə malikdir ki, elə bir ki, biz hər hansı bir VPN-lərdən də istifadə edərkən, elə bir ki, orada IP ünvanımız, məsələn, deyək ki, hər hansı bir konkret ölkəmizin gizlənməsi baş verəcəkdir. Əslində belə deyil, çünki biz elə məhz 7/24 əlaqə şəbəkəsi xidmətlərindən, vasitələrindən istifadə edərək çox geniş provayderlərdən, həmin o VPN serverlərdən, hətta elektron şəbəkələrdən belə sosial şəbəkələri nəzərdə tuturam. Onlardan sorğu edərək dərhal müəyyən cavablarımızı alıb, müəyyən istintaq hərəkətlərimizi həyata keçirə bilirik. Və bu da təbii ki, bizim üçün çox geniş imkanların yaradılmasına dəlalət edir. Bununla bağlı hətta bir məsələyə də toxunacağam. Son dövrlərdə, bax, beynəlxalq əməkdaşlıq haqqında danışdım. Son dövrlərdə, yəni bu yaxınlarda desək daha düzgün olar. Məsələn, 18-19 iyun 2025-ci ildə Azərbaycan Respublikasında, Bakı şəhərində Kiber İst Plus çərçivəsində, məhz Avropa Şurasının, bəli, Kiber İst Plus çərçivəsində belə bir beynəlxalq təlim keçirilmişdir Azərbaycan Respublikasında, məhz Bakı şəhərində. Konkret nə ilə bağlı idi? Kibercinayətkarlıq üzrə əməkdaşlıq mexanizminin tətbiqi ilə bağlı və bu beynəlxalq təlimin özündə də vurğulanmışdır ki, bəli, belə bir cinayətlər, kiberdələduzluq, kibercinayətkarlıqla bağlı geniş mənada götürsək, məhz elə transmilli xarakter daşıması ilə bağlı, bəli, beynəlxalq hüquqi əməkdaşlığın daha da gücləndirilməsini istiqamətləndirir. Bax, bu elektron dedim sübutların toplanmasında təbii ki, biz burada qarşılıqlı hüquqi yardımın daha da genişləndirməsində, daha da geniş istifadə edilməsində və burada tək dövlət qurumlarıyla deyil, hətta bəzi hallarda özəl sektorlarda biz bu əməkdaşlığı gücləndirməliyik ki, bu növ cinayətlərin qarşısını ala bilək və kiber cinayətkarlığa ümumi şəkildə desək, qarşı hər hansı bir effektiv, səmərəli mübarizə tədbirlərimizi həyata keçirə bilək. Yəni bu məsələ ilə bağlı demək istəyirəm ki, beynəlxalq əməkdaşlıqdan da istifadə edilməsi təbii ki, zəruri bir prosesə çevrilmişdir. Çox sağ olun. İzləyicilərimizə demək istədiyiniz xüsusi bir şey var? Sadəcə deyirəm ki, hər bir zaman bizim zərər çəkmiş şəxslərimiz bax, belə bir vəziyyətə düşəndə aciz qalmasınlar. Yəni onların məlumatsızlığı varsa, mütləq peşəkar, belə deyək də, hüquqi ixtisası olan, burada ola bilər hüquqi ixtisası olan şəxslər, amma belə deyək də, peşəkar niyə görə dedim? Çünki yüksək məhz bu sahədə, kibercinayətkarlıq sahəsində, kiberdələduzluq sahəsində olan, ixtisaslı olan əməkdaşlara müraciət edərək məlumatsız olmasınlar, daha da özlərini maarifləndirsinlər ki, vaxtında bəli hüquq mühafizə orqanlarına müraciət edərək də dərhal da biz bu konkret cinayətlərin qarşısını ala bilək və onlara köməklik edə bilək. Çox sağ olun. Sizlə çəkiliş etmək bizim üçün çox xoş oldu. Təkrar vaxt ayırdığınız üçün təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun.